Əgər Oba marketdən 55 manatlıq alış-veriş eləmisənsə, onda lotereyada neçə şansın olur? Gəlin görək bunu neçə nəfər tapacaq. Oy, salam. Salam, necəsiz? Sağ olun, siz necəsiz? Biz də yaxşı, çox sağ olun. A variantı 1, B 2, C 3, D 4. 55 manatlıq yəni. Bəli, 55. Cavab 2-dir. Aha, niyə 2-dir? Bilmirəm, ürəyimdən elə gəldi 2. Bəli, ürəyiniz sizə doğru cavabı deyir. Məndən sizə 50 manat hədiyyə. Buyurun. Çalışın, Oba marketdə xərcləyin. Çox sağ olun, sağ olun. Salam. Merhaba. Türksüz. Buradan qardaş ölkəyə salamlarımızı göndəririk Oba market adından. 1, 2, 3, 4. Düşünüyorum şimdi. Aha. Bence 4 etmesi lazım. Niye yani nasıl? Ya 55 manattan 4 alışveriş yaparsak mantıken bence 4 ediyor yani. Hayır, eybi yok, eybi yok. Neye göre A? Çünkü Eğer tapsanız 50 man sizindir. Yani unutmayın. Ona göre çalışın, doğru cevap verin. Ama böyle ürəyimdən gəldi, ona görə bir. Ama əslində mən sizə deyim ki, bu B'dir. Yəni ki, 2 variantdır. A 1, B 2, C 3, D 4. 2. Çünki Aha. 55-i 2-yə bölən, 20-yə böləndə 2 virgül neçəsə çıxır. 2 burada tam rəqəm olduğu üçün 2 şansımız olur. Axır ki, məntiqli doğru cavab verən oldu. Buyurun, bizdən sizə 50 manat hədiyyə. Çox sağ olun, sağ olun.